Bəli, mənim yoldaşım yəni 1 il 7 aydır. Yəni həm cəza çəkir, yəni günahsız yerə cəza çəkir də məmurlar tərəfindən. Mənim yoldaşım düzdür, sosial şəbəkəyə çıxıb neçə dəfələrlə yəni siz də bilirsiniz, Teymur müəllim, yəni müraciət eləmişdi, İlham Əliyevə müraciət eləmişdi. Onun üstündə rayon icra hakimiyyəti, bir də rəisi mənim yoldaşımı yəni şəhərlədilər, həbs elədilər. Yəni 1 il 7 aydır, nə körpə uşaqlarının üzünü görə bilir, nə biz gedə bilirik yanına. Bakıdadır, indi Bakıdadır, 17-ci kolondadır. Yəni yanına gedə bilmirik, yəni görə bilmirik ki, vəziyyəti nədir. Mənim yoldaşımız da xəstədir, problemləri çoxdur. Mən efirdə demişəm xəstəliyini. İndi də mənim yoldaşımı tutublar, həbs eləyiblər. Mənim suyum, yəni ki, pulunu ödəyə bilmirəm. Gəliblər, hər gün gəlirlər ki, suyunu kəsəcək sizin. Bir gün də gəlmişlər, mən də xahiş elədim ki, suyumu kəsməyin də. Uşaqlar, körpə uşaqlarım var, 5 dənə az yaşlı körpə uşağım var. Hədəliyirlər, deyirlər pulunu verginə, verməsək susuz qoyacaq, qazsız qoyacaq sizi, işıqsız qoyacaq. Məcbur qalıram, bilmirəm, çıxıram efirdən, sağ olsunlar, kömək zat istəyirəm belə, mənə kömək eləyirlər, uşağıma çörək puzat göndərirlər, eləyirlər ki, ondan kəsirəm, ya suya verəm, ya qaza verəm ki, uşağım hava da bir soyuyur ki, yəni içməsin ki, körpə uşağım var. Valla qalmışıq belə, biz nə araq, heç özümüz də bilmirik ki, neyniyək, kimə müraciət, bu qədər müraciət eləmişəm, hər yerə müraciət eləmişim, mənim yoldaşım barəsində heç nə də baxılmır, eləmir, eləcənə yatır, 3 ildir iş veriblər mənim yoldaşıma, günahsız yerə. Nədir, bir dəfə çıxıb prezidentə müraciət eləyib ki, məni işlə təmir eləsinlər, 5 dənə körpə uşağım var. Mən səhər o 2 əskər böyüdürəm. Onu gəlib mən böyüdüm ki, səhər mənim qapımdan istəyəndə aparsın vətən yolunda xidmət eləsin. Bu da belə. Bu müraciət elədiyinə görə mənim də yoldaşımı həbs elədilər. İndi qalmışıq belə. Və yaxşı, mən o 2 əskəri zorla dolandırıram da. Mən 5 dənə körpə uşağım var, onları 2 əskər var. Mən onları zorla dolandırırıq. Yəni əziyyətlə dolandırırıq. Və səhər mənim o 2 əskər uşağımı gəlib istəyəndə mən necə verəcəm? Mənim yoldaşımı həbs elədin, xəstə vəziyyətində, onun problemləri çox idi, ürəyində problemi var idi. Əməliyyat olunub neçə dəfə o yoldaşım. Yəni bu vəziyyətdə də həm görüşə də qoymurlar, gedib görüşə bilmirəm. Yəni ki, icazə vermirlər ki, mən gedəm yoldaşımı görəm, eləyəm. Həm imkanım da yoxdur ki, gedəm. Gəncədə olanda gedib dəyirdim, görürdüm. Amma Bakıya aparıblar, gedə bilmirəm. Deyirəm, 5 dənə körpə uşağı kimin umuduna qoyum, mən gedim onu görüm. Nə uşaqların görə bilmir. Belə qalmışıq belə. Mən kimdən kömək istəyim? Bu qədər prezidentə müraciət eləmişəm. Məmurlara demişəm, nə xeyri var? Onsuz da bizim prezidentimiz İlham Əliyev eşitmir. Bu qədər sosial şəbəkə ilə çıxıb müraciət eləmişəm. Ona baxmayaraq 1 il 7 aydır müraciət eləyirəm. Məktublar yazılır, telegramalar vurulur, hər yerə müraciət eləyir, ona baxmayaraq heç baxılmır da. Günahsız yerə deyirlər ki, yatsın. Məmurların üzünə görə yatıbdır, rayon icra başçısı Rəcəb Babaşova görə, Sənan Əsədova görə. Mənim yoldaşımı şəhərlədilər, həbs elədilər. İndi mən də əziyyət çəkirəm, 5 dənə körpə uşağım, bir gün çörək tapıram, yedizdirəm, səhər çörək tapıb yedizdirə bilmirəm.